Hər vaxtınız xeyir olsun. Uzun zamandır Ninja Mama podkastını çəkmirdik. Biraz buralardan küsmüşdüm deyək. Və yenidən çox aktual bir mövzu ilə və bu gün ictimaiyyəti əməlli başlı silkələyən mövzu ilə geri dönürük. Təhsildə son zamanlar cənab nazir Emin Əmrullayevin verdiyi açıqlamalar, gətirdiyi datalar və eyni zamanda da bunun nəticəsində müəllimlərin 8 saatlıq iş rejiminə keçməsi haqqında olacaq. Çox maraqlı müsahibim var. Siz onu mənim kanalımda bir dəfə də görmüsünüz. O zaman da özəl məktəblərdəki təhsil sistemindən danışmışdıq. Və düşünürəm ki, bugün olduqca maraqlı mövzumuz var. İstəyərdim ki, əgər sizin də video zamanı suallarınız olacaqsa, rəy bölməsində yaza bilərsiniz. Mən və müsahibim sizin suallarınıza maksimum cavab verməyə çalışacağıq. Salam Tural bəy, xoş gəlmisiniz. Salam, xoş gəldin. Tural bəy, son zamanlar media Emin müəllimin, cənab nazirimizin açıqlamaları ilə çalxalanır. Və bir nazirdən bizim öyrəşmədiyimiz şeydir bunu görmək. Bəli. Öz səhvini boynuna alır, əməkdaşlarının səhvlərini boynuna alır və bunu ictimaiyyətə qınanılacağını bildiyi halda, çünki inanıram ki, bunu Emin bəy hamımızdan çox daha yaxşı bilir, bildiyi halda bunu açıqlamaqdan çəkinmir. Sizcə burada Emin bəy bizə hansı mesajı ötürməyə çalışır ümumiyyətlə? Burada ilk öncə bir məsələni düzəliş eləyim. Məncə Emin müəllim öz və yaxud əməkdaşlarının səhvini qınamır və etiraf eləmir. Ümumilikdə problemlərdən danışır və bu problemlər tutaq ki, hansısa bir şəxsin və yaxud da nazirin və yaxud da şəxsin problemi deyil. Bu bir ənənənin nəticəsində, Sovet təhsil sisteminin nəticəsində bizim ümumiyyətlə təhsil sistemimiz miras olaraq Sovet təhsil sistemindən qalıb. Və oradakı problemlərdən danışır və bu problemləri həll eləmək istəyir. Bu problemləri həll eləmək üçün də ən önəmli məsələ köklü dəyişikliklər eləmək üçün ümumiyyətlə ictimaiyyəti hazırlamaq lazımdır. Ümumiyyətlə normal dünyada, sivil dünyada belədir ki, hər hansı bir problem həll olmazdan əvvəl, onu həll etməzdən əvvəl o cəmiyyətin, ictimaiyyətin müzakirəsinə çıxarılır. Bu da tam normal bir şeydir. Emin müəllim məsələləri ictimai müzakirəyə çıxarır və axı biz buna öyrəşməmişik. Biz öyrəşmişik ki, qayda dəyişdi. Sabahdan bu tətbiq olunacaq. Bəli, amma indi burada artıq sivil dünyanın reallıqlarına uyğun bir nazirimiz var və müasir cəmiyyətin tələblərinə uyğun, əslində tələblər yoxdur, hətta deyərdim ki, tələb yaradır ki, yəni əslində belə olmalıdır. Mən əminəm ki, bir 15-20 ildən sonra, 30 ildən sonra cənab nazir pensiyaya çıxandan sonra başqa bir nazir olsa, təhsil ictimaiyyəti ondan da Emin müəllimin fəaliyyətini gözləyəcək və deyəcək ki, bu niyə belədir? Axı bunu bizə deməliydilər, bizim müzakirə çox maraqlı bir detal ortaya çıxır. Deməli, cənab nazirin çıxışlarının altındakı rəyləri oxuduğum zaman orada belə bir detallar var idi ki, kaş Misir Mərdanov yenidən burada olardı və biz o zaman təhsilin necə olduğunu görərdik. Bu nazir bilmir ki, necə təhsildə irəliləmə eləməlidir, ancaq durmadan problemlər yaradır. Hətta belə bir rəylər də var idi ki, təhsili olduğu kimi qoysaydınız qalsın, hər şey daha yaxşı olardı və bir sıra iradlar da məhz bununla bağlıdır ki, dərslikləri dəyişməklə başlayın, dərslikləri siz özünüz dəyişməlisiniz, kimdən nəyi gözləyirsiniz? Dərsliklər dəyişmək bu qədər asandırmı? Bugün dərslik dəyişdik, vəssalam, bütün hər şey yığışdırılsın deməkdəndirmi? Yox, bununla bağlı mən bir dəfə də bildirmişəm. Bu günlərin bizim müəllimlərimizin 30% sertifikasiya imtahanından kəsilirsə, hansı ki bu müəllimlər bu təhsili 11 il məktəbdə alıb, 4 il universitetdə alıb, bir 5 il, 10 ildə məktəbdə işləyir. Təxminən 20 ildən çoxdur bu mövzunu oxuyur. Amma sertifikasiya imtahanından kəsilirsə, yenidən bir kitab gətirsək, yeni dərslik gətirsək, tutaq ki, bu gün dəyişdik, Sinqapur modelinə keçmək istəyirik və yaxud da Cambridge kurikulumuna keçək və yaxud da Amerikan AP proqramına keçək və yaxud da o əsaslı kitablarımızı o əsaslı yeniləyək. O kitab dəyişəndə, o kitabdan tədris eləyən müəllim o kitabdakı mövzunu hansı müddətdə öyrənəcək? Yəni burada çox ciddi bir məsələ var. Yəni o 20 ildir öz oxuduğunu
uşaqlara bir qism müəllim normal tədris edə bilmirsə, yeni kitabı necə tədris edə biləcək? Yəni, müəllimlər əgər öz ixtisasına 30% müəllimimiz ehtiyac varsa ki, öz akademik biliklərini inkişaf elətdirsin, kitabları yeniləsək, onda necə olacaq? Amma mən bu fikirlə razı deyiləm. Yəni belə deyək də, bir müəllim üçün ha 2 + 3 = 5, ha 3 + 2 = 5. Nə fərqi var? Yox, birincisi burada yerli proqramla beynəlxalq proqram çox ciddi fərqlidir. Yəni o siz dediyiniz qaydada deyil. Əslində bu problemi də həll etmək üçün, məsələn, kitabları yeniləmək üçün yenə müəllimin iş saatı artırılmalıdır. Yəni məsələn, kitablar yenilənir, müəyyən islahatlar var, müəyyən dəyişikliklər var. Siz müəllimi hansı vaxtda məktəbdə saxlaya bilərsiniz? Baxın, bu yaxınlarda cənab nazir elə bu barədə danışdı ki, müəllimləri 8 saatlıq iş rejiminə keçirmək. Və bu cəmiyyətdə çox ciddi təkanla qarşılandı, əsasında müəllimlər tərəfindən. 8 saat nəyi həll edəcək? Müəllim niyə 8 saat məktəbdə olmalıdır? Bəli, acı məsələlərdən biri müəllimlərimizin akademik bilikləri inkişaf etməyə ehtiyac var. Yəni statistika bunu göstərir, sertifikasiya imtahan nəticələri bunu göstərir. Müəllim də məktəblə danışığı belədir ki, gündə 5 saat, 4 saat dərsini keçib çıxıb getməlidir. Məktəb direktoru o müəllimi 1 saat, 2 saat məktəbdə saxlaya bilmir. Çünki həqiqətən də müəllimin əmək haqqısı elədir ki, o müəllimin dərsdən sonra müəyyən işləri, müəyyən hazırlıqları və məşğul olduğu başqa sahələr var. Burada Təhsil Nazirliyi, aidiyyatı qurumlar müəllimləri inkişaf etdirməsi üçün birinci ümumiyyətlə əlində bir vaxt olmalıdır. Yəni müəllim əgər 5 saat dərs deyirsə, bir 3 saatda aidiyyatı qurumların, Təhsil Nazirliyinin, məktəb direktorunun və təhsil üstündə yaxşı digər qurumların vaxtı olmalıdır ki, məktəblərdə. Hansı ki o vaxtda da müəllim bilməlidir ki, o iş saatıdır. Bəlkə elə kurikulumu dəyişəcəklər, yeni kitablar gətirəcəklər, həmin o vaxtda da həmin kitablar üzərində müəllimlərin təlimi olacaq, treninq olacaq. Amma bir dənə təsəvvür edin ki, hal-hazırda da təlimlər keçir, treninqlər keçir. Amma müəllimlərin ümumiyyətlə o təlim və treninqləri cəlb etmək çətin olur. Çünki müəllimin deyir ki, mənim işim qurtarıb, mən gedirəm, mən əlavə vaxt yaradırsan. Yəni müəllimlərin ümumi inkişafı, öz üzərində işləməyi, eyni zamanda özünün dərsdən başqa müəyyən işləri var. O işləri görmək üçün müəllimin vaxta ehtiyacı var. Amma Tural bəy, orada belə bir məsələ var da. Öz üzərində işləməyə çalışan müəllim zaten öz üzərində işləyir. Bəli. Yəni bu özəl sektorda da belədir. Məsəl üçün, deyək ki, 2 menecer var. Biri durmadan təlim və treninqlərə gedir. O birisi isə deyir ki, alıram 1000 manat maaşımı. Ağrımaz başımdır da. Yəni mən 5 ildə burada qalsam mənə toxunan olmayacaq. Yəni sizcə bu həqiqətən də müəllimlərin inkişaf etmək istəməyən müəllimə bir növ başında dubinka ilə inkişafı təşviq etmək olacaqmı? Yəni həqiqətən. Dövlət strukturunun, aidiyyatı orqanların, dövlətin ümumiyyətlə əsas missiyalarından da biri odur ki, vətəndaşı inkişaf elətdirsin. Ola bilsin ki, hansısa vətəndaş inkişaf eləmək istəmir. Hansısa müəllim inkişaf eləmək istəmir. Ancaq dövlət inkişaf eləmək istəyir və məcbur qalır vətəndaşı da inkişaf elətdirsin ki, inkişaf eləsin. Buna görə də lazım gəlsə dövlət məcburən vətəndaşı inkişaf etdirməlidir. Ola bilsin ki, vətəndaş özünü düşünmür. Amma dövlət vətəndaşı düşünür və onu inkişaf etdirməyi özünün əsas missiyası və borcu hesab edir. Təhsil sektoru yeganə sahələrdən biridir ki, qeyri-rəsmi həddindən artıq çox pul dövriyyəsi var burada. Bəli. Mən bir növ aqressiyaların detallı kökünü də analiz edərkən başa düşürəm ki, bir müəllim məktəbdə 3 saat işləyir, daha sonrasında o 6-7 saatını özəl hazırlığı həsr edir. Deyək ki, müəllim məktəbdə alır 300 manat, amma özəl hazırlıqda o bir şagirddən 300 manat alır. Və bunu 3-4-ə vuranda bu qeyri-rəsmi mənbə, qeyri-rəsmi pul axını deməkdir. Ola bilərmi ki, əslində müəllimlərin iş saatını artırmaqla məhz dövlət səviyyəsində çalışılır ki, qeyri-rəsmi pulların axınını da tənzimləsinlər. Yəni bu hər şey bir-birinə zəncirvari əlaqədədir. Yəni sizcə bundan necəsə bu islahatın kökündə bu mu dayanır? Məncə burada ümumiyyətlə Azərbaycanda 2 cür müəllimlər var. Bir cür müəllimlər odur ki, bir qrup müəllimi odur ki, onlar fərdi hazırlıqla məşğuldur. Onlar təxminən 3-5 gün arası, hətta 5 gündən yuxarı qazanc əldə edən müəllimlər var.
Digər qrup müəllimlər var ki, buna marağı yoxdur. Daha çox xanımlardır, yoldaşı işləyir, özünün də missiyası ondan ibarət ki, getsin, dərsini keçsin, gəlsin. Rəsmi əmək haqqısı nədirsə, o ondan kifayət eləyir. Belə müəllimlər də var. Amma bu müəllimlər həm də özlərinə inkişaf etdirmək istəməyən müəllimlərdir. Bu təhsil sahəsində çox faiz nisbəti çox olan bu qrup müəllimlərdir. Burada dövlətin yanaşması belədir ki, mənim fikrimcə, dövlət bu qrup müəllimləri inkişafa sövq eləyir, inkişafa məcbur eləyir və bu qrup müəllimdə açığı bir əksəriyyətinin o qədər də inkişaf onlar üçün o qədər də maraqlı deyil. Onlar daha çox ana olmağı seçir, həyat yoldaşı olmağı seçir. Karyera və iş onun həyatında ikinci yox, üçüncü, dördüncü, beşinci olan məsələlərdir. Amma təhsilin əsas yükü də onların üzərindədir. Dövlət istəyir ki, həmin müəllimləri iş həyatına qaytarsın. Yəni, evdar xanım, ana olan bir müəllimi ona bir mesaj ötürsün ki, sən həm də əməkdaşsan, Amma mən bu fikirlə həm də razı deyiləm. müəllimsən, sən dövlət işləməlisən və özlərində inkişaf etməlisən. Yəni belə deyək də, gün ərzində 3 saat, 4 saat işləyən bir müəllimi bir deyib 8 saatlıq rejimə qoyanda, mən əminəm ki, burada çox ciddi faizdə insanlar sadəcə işdən imtina edəcəklər. Yəni bu həm də gətirib belə deyək də, süni işsizliyə səbəb olacaq. İslahatlar nəticəsində gələn işsizlik deyək də. Birinci burada hər şey könüllüdür. Zaten elə məsələ də odur da. Baxın, siz dediniz ki, bir qrup müəllim var ki, onlar karyeraya fokuslanır. Digər qrup müəllimləri isə bir növ bunu hobbi kimi baxır. Nəinki belə mən işimi yaxşı görəcəm, karyeramda istədiyim nöqtəyə gələcəm. Yəni ambisiyası olmayan bir müəllimi 4 saatlıq iş rejimindən 8 saatlıq iş rejiminə heç bir motivasiya edici sistem keçirə bilməz. Yaxşı gəlsin. Ambisiyası yoxdur müəllimin. Niyə görə ambisiyası yoxdur? Çünki motivasiyası yoxdur. Yox, çünki ailədən yaxşı donanımlı ailədən gəlir və ona maraqlı deyil bu. O çox yaxşı donanımlı ailə faktoru, məsələn, yoldaşının işi bayaq dediklərinizə ilə. O 70%-in, yəni 70% mənə görə müəllim təxminən öz üzərində işləmək bir o qədər də onlar üçün maraqlı deyil. Sistem və dövlət onları ancaq özləri işlətmək istəyər. O 70%-in müəyyən bir qismi 10%-in ola bilsin ki, yoldaşının maddi vəziyyəti, ailənin maddi vəziyyəti yaxşıdır. Geridə qalan mən bayaq bildirdim ki, 3 qrup müəllim var. Özünü inkişaf etdirmiş müəllimlər yüksək fərdi hazırlıqlarla yüksək əmək haqqı qazanırlar. Özünü inkişaf etdirməyən müəllimlər. İndi Nazirliyin bu islahatları, Emin müəllimin bu fikirləri 3-cü qrup müəllimləri yaradacaq. 3-cü qrup müəllimlər kimlərdir onlar? Kimlərdir ki, bunlar artıq motivasiyası var. Onlar istəyirlər ki, özlərini inkişaf etdirəcəklər. Motivasiya, Emin müəllim olaraq motivasiya nazirlik, yəni yeni sistem, struktur, onları və təklif, hansı ki, dövlət büdcəsində orta aylıq əmək haqqının 2 qatı mesajı verilir. Bu da 2000 manatdan çox əmək haqqı eləyir. Bu motivasiya 3-cü qrup müəllimləri yaradacaq. Əslində burada belə bir məqam üzə çıxır ki, o zaman belə çıxır ki, biz qeyri-təbii islahat eləyirik ki, bir növ təhsildə hal-hazırda belə deyək də sözüm belə biraz ağır çıxmasın, amma bir növ artıq bəlli bir standartlara cavab verməyən müəllimlər özümü getsin. Yəni bu buna mı gətirir, çıxarır? Yox, burada əsas məqsəd odur ki, müəllimlər özlərini inkişaf elətdirsin. Özlərini inkişaf elətdirə bilməyən müəllimlər artıq başqa sahələrə yönlənsin, yəni özünü başqa sahələrdə tapsın. Bütün bu detalların fonunda nəticə olaraq müəllim 8 saat məktəbdə nə işlə məşğul olacaq? Mən burada öz təxminimi bildirə bilərəm. Bu təxmində həm məntiqi, həm beynəlxalq proqramı analiz edib, beynəlxalq təcrübəni analiz edib deyirəm. Birincisi, müəllimləri inkişaf elətdirmək lazımdır. Müəllimləri inkişaf elətdirmək üçün aidiyyatı qurumların, nazirliyin vaxtı olmalıdır. Yəni, müəllim iş saatı artırılmalıdır ki, o artırılmış iş saatda aidiyyatı qurumların hər hansı bir təşkil planı, strategiyasını həyata keçirə bilsin. Əks halda müəllim deyəcək ki, mənim işim bitibdir, mən gedirəm. Və belə olanda müəllim də əlavə bir narazılıq, əlavə bir gündəm mövzusu olacaq ki, biz dərs deyirik, əlavə bizi işdə saxlayırlar. Yəni, bu da əlavə bir sosial problem olacaq. Bu problemi həll etmək üçün ilk öncə bu problemi yaradan səbəbləri və fundamental məsələləri aradan qaldırıb, müəyyən bir vaxt, zaman
qazanır aidiyyatı qurumlar, nazirlik və s. Və beləliklə müəllimlərin inkişafı üçün vaxt məsələsini həll eləmək birinci məsələ məncə budur. Bunun fonunda cənab nazirin bildirdiyi kimi müəyyən işlər də görüləcək. Müəllimlərin müəyyən testlərin hazırlanması, özünü inkişaf elətdirməsi və başqa müəllimlərin inkişafında rol olması və s. digər məsələlər. Təhsildə pullu təhsilə keçək. Trove təhsil zaten pulludur. Yəni belə deyək də, gəlin də prosta bunun sadəcə bir nüansı var. Səmimi olaq. Yəni buna ad qoymamışıq. Yəni fond pulu yığılır. Mən bir dəfə dövlət məktəblərindən birinin WhatsApp qrupunda, rəfiqəmin WhatsApp qrupunda səsi qulaq asdım. Mən bildiyiniz belə mədəniyyət şoku yaşadım ki, valideyn başqa bir valideyndən o qədər rahatlıqla tələb edir ki, mənim belə deyim də bütün belə o deyir, privacy anlayışlarımın hamısını tapdalayıb keçdi də o səs ki, necə yəni siz məktəbə fond pulu ödəməyəcəksiniz? Siz kimsiz ki məktəbə fond pulu ödəmirsiniz? Bunu bir valideyn ümumi bir müzakirə qrupunda başqa bir valideynə deyir. Valideynin də, digər valideynin də narazılığı odur ki, mən niyə dövlətə, təzə təmir olan dövlətə fond pulu verirəm? Fond pulu mənim uşaqlığımdan var. O akılkaları hələ də unutmuram, onun qoxusunu unutmuram. Amma başqa bir məsələ var. Bugün məktəblərdə fond pulu da yığılır. Müəllimlərin ad günündə, müəllimlər günündə təbii ki, bu edilməlidir. Məsələ o deyil. Yəni, misal üçün, mən şəxsən tərəfdarıyam. İldə cəmi bir dəfə müəllimlər günü keçirilir. Okey, amma həddini aşmamaqla. Yəni, nə mənada? Əgər sən bilirsən ki, bir məktəb, bir sinifdə, misal üçün, elə valideyn var ki, 2 uşağını oxudur. Elə valideyn var ki, 3 uşağını oxudur. Sadəcə evinin gözünün bir uşağı olan valideyn, imkanı yaxşı olan valideyn gəlib başqalarına diktə eləyənməz ki, gəlin adam başı 50 manatdan yığaq. Mən buna qarşıyam. Amma mən nəyin tərəfdarıyam? Misal üçün, elə valideyn ola bilər ki, deyər ki, mən heç nə almaq istəmirəm. Mənim övladım sadəcə şokolad aparacaq. Bunu digər valideynlər gözüm çıxdıya salmamalıdır. Sən ayrı seçkilik eləyirsən ya da nə bilim 5 manat pulun yoxdur, ildə bir dəfə edilən şeyə tədbir üçün pul verməyə və s. Yoxdur. Yəni yoxumdur deməyə belə utandırırlar insanları. Amma başqa bir məsələ var. Bunun fonunda bir də başqa detallar var. Müəllimlərə hələ də dövlət məktəblərində bəzi valideynlər var ki, əlavə ödəniş edir ki, sırf uşağı ayrı seçkiliyə məruz qalmasın. Və yaxud da müəllimlərə, o dediniz Danimarka nümunəsindəki dərsdən sonraya qalmaq üçün. Dövlət məktəblərində də yetəri, belə deyək də, özəl məktəb bunun pulunu başdan alır, deyir ki, sənin dərsdən sonra uşağın qalıb burada öyrənəcək. Dövlət məktəbində müəllim bunu eləyə bilmir, artıq burada individual seçimə qalır ki, valideyn gəlir, deyir ki, dərsdən sonra mənim uşağım istəyirəm qalsın. Sadəcə burada bütün pul məktəbə yox, müəllimə gedir. Və buna görə də ayrı seçkilik yaranır. Və buna görə də ayrı seçkilik yaranır. Məni inandıra bilməzlər ki, heç bir müəllim buna görə ayrı seçkilik yaratmır. Bu mümkün deyil. Okay, indi burada da məncə beynəlxalq təcrübə, Danimarka nümunəsi, Danimarkanın timsalında qərb nümunəsi, elə bu ayrı seçkiliyi aradan qaldırması. Məsələn, bu rəsmiləşdirib. Məsələn, siz təsəvvür edin ki, müəllimsiz və dərsdən sonra siz hansısa uşaqlar gələcək və o uşaqlara dərs keçəcəksiniz. Və buna görə də ayın sonunda əmək haqqınızdan əlavə olaraq müəyyən bir bonus olacaq. Bəli. Artıq sizin üçün fərqi olmayacaq ki, siz dərs dediyiniz uşaqların içərisindən hansı bu sistemə gələcək yoxsa yox. Yəni, hal-hazırki problemləri aidiyyatı qurumlar, cənab müəllim, Emin müəllim, nazirimiz və digər səlahiyyətli şəxslər hal-hazırki problemləri həll etmək istəyir. Bir növ belə deyək də, bunları rəsmiləşdirmək istəyir. Bu rəsmiləşdirmə olsa, məsələn, mən öz zənnimdir, yəni təxminimdir, belə bir rəsmiləşdirmə olsa, həm orada biraz cobot desək, o bazar bağlanar. Eynən. Həqiqətən də bu dediyiniz məsələlər uşaqlar arasında fərdi ayrı seçkilik və digər məsələ halları var. Ümumiyyətlə, bir məsələni də qeyd edirsiniz ki, tutaq ki, fond pulu var, digər bir şeylər var. Mən bildirim ki, hal-hazırda bununla bağlı hər hansı bir direktor belə bir təşəbbüsü olanda, aidiyyatı qurumlar, Təhsil Nazirliyi çox ciddi qərarlar verirlər və orada məsələ bir çox məktəbin direktoru məsələn işdən azad edilir. Orada məsələ iş direktora çatmır. Yəni belə deyim, baxın,
Valideynlərin məktəbdə- tələbidir də belə Bir məktəbdə fond pulu yığılır, müəllim direktor qalır kənarda, valideyn başqa valideyni mobbinq eləyir. Mən sizə bunun səbəbini deyim də. Baxın, mən bu yaxınlarda Koreyada olanda, orada bir Amerikadan gələn Koreyadakı yeni işlərlə bağlı Amerika məktəblərindən gələn nümayəndələr də var idi. Mən orada bir Amerikalı bir iş adamı ilə tanış oldum. Əslən Türkiyəli idi. O bildirdi ki, orada bir 10-a yaxın məktəbin idarə etməsi ondadır. 10-a yaxın məktəbi var. Nümunə necədir? Amerikada bəzi şəxslər var ki, məktəbi dövlətdən İcarəyə götürür, bəli, icarəyə götürür, dünya praktikası. Çox bəyənirəm o praktikanı. Və burada valideynləri də arxasına alır. Valideynlər müəyyən ianələr ödəyirlər. Məsələn, valideynlərə bildirir ki, dövlətin dəstəyi bu qədərdir. Amma bu valideynlərin də dəstəyi olarsa, valideynlər özləri, bax siz dediyiniz həmin valideynlər yığışaraq deyir ki, məktəbə basketbol zalı düzəltməliyik. Basketbol səbəti qoyulmalıdır, basketbol topları almalıdır. Əlavə olaraq basketbol müəllimi gətirmək, bizim uşaqlarımız basketbolla məşğul olmalıdır. Və yaxud da valideynlər qərar verə bilər ki, üzgüçülük hovuzu yaradırıq. Məktəbin həyətində müəyyən ərazi var, biz orada hovuz tikəcəyik. Və bunun özləri onu təmin eləyir, özləri dəstək olur, onu yaradırlar, qururlar, quraşdırırlar. Sonra aparıb öz uşaqlarını hansısa bir yerdə ayda 300-500 dollara üzgüçülük hovuzuna üzgüçülüyə aparmaq həm onlar üçün əlavə bir xərcdir, həm transport xərci var, həm zaman xərci var. Elə məktəbdə o şəraiti təmin edir. Yəni dünyada bunun nümunəsi var. Yəni bu kapitalizm modelidir də. Bizdə əvvəl təhsil ənənələri sosializm modeli, bərabərlik üzərində qurulubdur. İndi qalmışıq nə kapitalist kimi kapitalistik, nə sosialist kimi sosialistik. Ona görə bir seçim eləməliyik ki, necə olmalı. Onu da eləyə bilmirik. Arada qalmışıq. Onun səbəbi nədir? Onun səbəbi odur ki, eləyə bilməməyimizin səbəbi odur ki, məsələn, mən ən çox düşündürən şeylərdən biri budur ki, cənab nazir bildirir ki, müəllim 8 saat məktəbdə qalacaq. Düzdürmü? Ölkədə 170 minə yaxın, təxminən 150 min civarında, 150-170 min arası müəllim var. Amma ölkədə 2 milyona yaxında valideyn var. Məsələn, siz valideynsiniz, mən valideynəm və digər valideyn ki, mənə də qulaq asan valideynlər var. Bu valideynlər bir çıxıb dəstək göstərmir ki, müəllim əgər 8 saat məktəbdə qalacaqsa, ən azı mənim uşağımın xeyrinədir də. Düz deyil? Axı bunu valideyn bilmir açıq şəkildə. Hal-hazırda məsələ budur da, biz necə gəlirik söhbətlərə bu formada. Yəni misal üçün biz birinci açıqlamasını vermirik ki, niyə 8 saat? Bu 8 saat hansı problemləri həll eləyəcək? Ondan sonra demək ki, 8 saat müəllim məktəbdə qalmalıdır. Buna görə biz deyirik ki, müəllim 8 saat qalacaq. Niyə də qalmasın ki? Niyə? Bəsit sualın cavabı yoxdur. Əlavə pul qazanmaq üçün, əlavə Tamam, müəllim zaten yetər qədər əlavə pul qazanır. Yox, o da axı ədalətli şəkildə bölünürmü, orada məsələ var. Məsələn, tamam, amma buna biz sırf biznes nöqteyi nəzərindən baxsaq, kapitalizm nöqteyi nəzərindən baxsaq, mənə görə heç də hər kəs ədalətli və bərabər qazanmamalıdır. Siz yenə sosiologiyaya gedirsiniz. Sosializm deyir ki, hər kəs bərabər hüquqludur, bərabər qazanmalıdır, bərabər mülkləri olmalıdır. Kapitalizm elə demir. Kapitalizm deyir ki, ağıllı olan qazansın. Yox, siz burada mənə görə məsələ budur ki, hər kəs üçün eyni şəraiti yaratmaq lazımdır. Məsələn, sizə bir dənə nümunə deyim. Tutaq ki, sizin həyat yoldaşınız sizə icazə verir ki, müəllimsiniz. Sizə icazə verir ki, siz məktəbdən sonra hansısa bir ofis tutub və yaxud da kirayə mənzil tutub, orada uşaq hazırlaşdırmağa sizə icazə verir. Elə həyat yoldaşı var ki, elə bir bəy də var ki, icazə vermir ki, yoldaşı əlavə bir bu sahədə belə bir işlə məşğul olsun. Axı, onlar üçün şərtlər eyni olmadı. Yəni, burada məsələn, amma məktəbdə olsa, o yoldaşına deyəcək ki, mən məktəbdəyəm, işləməliyəm, məktəbdə işləyəcək, özünü inkişaf elətdirəcək, əlavə pulu qazanacaq və şərtlər eyniləşəcək. Hazırda gördüyüm etirazlar heç də o yöndə deyil. Yəni, hazırda gördüyüm etirazlar daha çox niyə 8 saat biz məktəbdə olmalıyıq istiqamətindəndir. Burada məsələ necədir? Baxın, mən sizə deyim. Ümumiyyətlə, bu məsələlərdə obyektiv olmaq istəməyən şəxslər var və bu şəxslər bu məsələni fərqli yöndə müzakirəyə və diskusiyaya çıxarırlar. Mənim belə deyim də bu video çəkilişlərdə baxsanız görsəniz ki, mən də obyektiv ortaya mövqe qoymuşam. Bəzən haqlı olan şeyi dəstəkləmək lazımdır, haqsız olmayan məsələlərə mövqe bildirmək lazımdır. Amma bu günləri təxminən 2 milyona yaxın valideyn üçün düşünülən bir
məsələ var. 2 milyona yaxın böyümək şagirdimiz var. 170-180 min şagirdimiz var. Bu valideynlər bütün bu islahatlarla bağlı sakit durublar və prosesdə iştirak eləmirlər. Prosesdə kim iştirak eləyir? Hal-hazırda məsələn o müəllimlər ki, narahat olurlar ki, onlar fərdi hazırlıqlarla məşğuldur, aktiv müəllimlərdir. Hamısının sosial mediası var. Onlar fikirləşirlər ki, mən o məktəbdə işləməsəm, sabah elə bir şərait yaransa ki, mən o məktəbdə işləməyəcəm və işləməyəcəmsə artıq hər il 50-100 şagirdimi mən hardan qazanacağam? Bu müəllimlərin belə deyim də aqressiyasına gətirib çıxardır. Məsələn, digərləri bir qrupda müəllim var ki, məsələn daha çox onlar inkişaf eləyəcək və maaşçı, onlar susubdur. 2 milyon valideyn susubdur. Yəni bu belə olanda da, yəni bəlkə də mən belə başa düşürəm ki, Emin müəllim bir ictimaiyyətdən düşünür ki, bir dəstək görəcək. Dəstək görəcək ki, bir təxminən 170-180 min ana, 170-180 min 1 milyon 700 min, çox üzr istəyirəm. 1 milyon 700 min ana, 1 milyon 700 min ata çıxıb mənim səsimə səs verəcək. Deyəcək ki, bəli, müəllimləri işdə çox saxlayıb təhsil keyfiyyətimizi artıracaq. Amma təxminən 3-4 milyon insan tutaq ki, bu məsələdə heç bir fikir bildirmir. Amma hansı ki, çox müəyyən bir kəsim var ki, onlar bildirir ki, niyə görə belə olsun. Bəzən də bəzi adamlar var ki, tənqid eləməyə bəhanə axtarır, mövzu axtarır. Onlar da tutur. Hələ iş yerə çatıb ki, siyasətdə olan, nə bilim, iqtisadiyyat mütəxəssisləri və s. bunlar da artıq ki, təhsillə bağlı fikir bildirməli olur. Ona görə mən də müəyyən mənada özümə borc bilirəm ki, bu məsələdə bir fikir bildirim. Əslində düşünürəm ki, təhsillə bağlı fikir bildirmək üçün heç də təhsilin içində olmalı deyilsən. Çünki bəzən kənar göz daha effektiv ola bilir. Yəni hətta danılmaz bir faktor ki, məsəl üçün bəzi sektorlara daha çox rəhbər heyəti kənar gözdən gətirirlər ki, o bir növ təhsilin, məsəl üçün indi təhsildən nümunə gətirəcəm də, təhsilin içində batan adamlara bir alternativ göz versin. Ki baxın, siz o qədər dərindəsiniz ki, siz bunu görmürsünüz. Yəni idarəetmədən danışırıqsa, idarəetmə təhsildə də eynidir, oteldə də eynidir, restoranda da eynidir, tikintidə də eynidir. Bu idarəetmədir. Detallarına giririksə, bəli, burada işinin ərləri lazımdır. Deyək ki, təhsil idarəetməsi üzrə mütəxəssis lazımdır. Amma ümumi biz buna idarəetmə kimi baxırıqsa, biz buna bir layihə kimi baxmalıyıq deyə düşünürəm. Və bir layihənin idarə edilməsində də düşünmürəm ki, insan həmin sahənin məhz mütəxəssisi olmalıdır. İndi çox maraqlı bir məqama gəldi və bununla da podkastı yekunlaşdırmaq istəyirəm. Mən illər əvvəl, hərdəsə 4 il əvvəl, 4-5 il əvvəl qəti şəkildə qərarlaşdım ki, bir çox məktəb gəzəndən sonra qəti şəkildə qərarlaşdım ki, mən övladlarımın dövlət məktəbində təhsil almasını istəmirəm. Buna görə subyektiv səbəblərim var və buna görə mən nə kimisə qınama haqqına sahibəm, nə də kimsə məni qınama haqqına sahibdir. Çünki bu seçimdir. Amma son zamanlardakı islahatlar onu göstərir ki, dövlət sektorundakı məktəblərdə çox ciddi və radikal dəyişikliklər gedəcək. Buna çox sevinirəm. Çünki bu bir növ cəmiyyətdə cahilliyin səviyyəsinin azaldılmasına da gətirib çıxacaq. Ya da mən buna ümid edirəm. Bəs bu, bütün bunların fonunda necəsə özəl məktəblərə təsir edəcəkmi? Çünki rəqabət artacaq. Təbii ki, orada söhbət ingilis bölməsindən getmir. Çünki ingilis bölməsindəki rəqabət çox daha başqadır. Sertifikasiyası var, beynəlxalq təcrübəsi var və s. və l. Yəni ingilis bölməsi inanmıram ki, Azərbaycanda nə vaxtsa ödənişsiz olsun ya da minimal ödənişlə olsun. Amma Rus və Azərbaycan bölmələri üçün də eyni şey deyə bilirikmi? Bu özəl məktəblərdə Rus və Azərbaycan bölmələrinə olan qəbulların sayına təsir edəcəkmi? Burada həqiqətən də çox doğru bir yerə gəldik, çıxdıq müzakirə nəticəsində. Dövlət məktəblərində bu qərarlar gətirib ona çıxardacaq ki, dövlət məktəbləri, məncə öz düşüncəmdir, dövlət məktəbləri özəl məktəblərin göstərdiyi xidməti təklif edə biləcək. Yəni, məktəbdə müəllim 8 saat qalırsa, əlavə olaraq orada qidalanmanı təmin edilərək, özəl təhsilin formatı, özəl təhsilin verdiyi xidmət, eynisini dövlət məktəbi də eynisini təmin edə biləcək. Hardasa dövlət məktəbləri özəl məktəbə ingilis bölməsi, beynəlxalq proqramlar xaric, alternativ olmuş olacaq. Bu da özəl təhsilin formatının
daha əlçatan olmasına gətirib çıxara bilər. Dövlət məktəbləri də özəl məktəbin təklif elədiyi xidmətləri təklif edə biləcək. Və beləliklə mahiyyət etibarı ilə özəl təhsil, hansı ki onu dövlət də o xidmətləri göstərəcək, auditoriyası genişlənəcək. Bu da ümumi təhsilin keyfiyyətinə təsir edəcək. Sən bu günlərin ən böyük problemlərdən biri siniflərdə uşaq sayının çox olmağıdır. Çox olduğu üçün uşaqlar ev tapşırıqlarını başa düşməyə bilər. Başa düşmədiyi üçün o uşaqlar ev tapşırıqlarını eləyə bilmir, valideynlər ev tapşırıqlarına kömək eləyə bilmir. Amma bu problemlərin əksəriyyətini biz həll eləmiş ola bilərik. Yəni ən azından 40 uşağın problemi varsa, bəzən biz belə düşünürük, 40 uşağın problemi varsa bir sinifdə, deyirik ki, bunun 20-sini həll edə bilərik. Sonra deyirik ki, axı 20-sini həll etsək, 20-si həll olmamış qalacaq. Tutaq ki, məsələn, onların gücü çatmayacaq. Burada ən böyük sual olacaq ki, kiminsə əlavə 250 manat, 300 manat ödəniş verib uşağını dərsdən sonra rəsmi olaraq uzadılmış gün deyək də şərt olaraq qalıb. Onda burada sual belə çıxacaq ki, onda kimsə bu xidmətdən istifadə edə bilməyəcək. Mən bundan razı deyiləm. Mən də razı deyiləm. Niyə görə? Çünki üzr istəyirəm. Niyə görə? Çünki məsələn 40 uşaq yaxşı bir şey təklif olunur. 20 uşaq buna iqtisadi gücü çatmır. 20 uşağın valideyni. 20 uşağın valideyni isə çatır. Amma biz deyirik ki, okey, onda 20 uşaq çatmırsa bu xidmətə iqtisadi olaraq valideynin gücü. Dövlət dəstəyi ala bilər. Digər uşaqlara biz eləməyək. Yəni orada məncə müzakirə açıq mövzudur ki, ədalət necə pozulur? Orada baxın, burada belə bir detal var da. Azərbaycan mənə görə o unikal ölkələrdəndir ki, biz cəmiyyət olaraq süpürgəçimizdən alimimizə kimi cibimizdəki olan son qəpiyimizi uşağımızın təhsilinə ödəyirik. Yəni mən ona görə orada inanmıram ki, burada belə bir adam çıxa ki, desin ki, və də digər məsələ var. Mənim özüm də bu halı yaşamışam. Bizdə vicdan hələ də daha öndədir, çox şükür ki, və mən inanıram ki, məktəb ya da müəllimlər görəcəksə ki, bu uşaq çox yaxşı oxuyur, amma ona təkan və dəstək lazımdır. Onlar o uşaqdan pul gözləməyəcəklər. Onlar o uşağı himayəyə almaq nə dərəcədə doğru səslənir bilmirəm, amma onlar o uşağı məktəbin nəzdində öz öhdəliyinə götürəcək ki, tək ki bu məktəbin adından gözəl və layiqli şagird çıxsın. Yəni orada mən inanmıram ki, o ədalət prizması pozulacaq. Təbii ki, pozulacaq, çünki biz kapitalizmdə yaşayırıq. Yəni orada tam bərabər hüquqluluq gözləmək saflıqdır. Yəni kimlər ki mütləq ki ələnəcək. Çox məşhur bir iqtisadçı var. Xarici bir iqtisadçı, adını unutdum. O hər zaman deyir ki, biz hamını lider olmağa yetişdiririksə, bu ölkədə yerləri kim süpürüb təmiz saxlayacaq. Çox bəyənirəm bu fikri və çox dəstəkləyirəm. Yəni əgər bir insanın potensialı çatmırsa, biz onu məcbur etməməliyik lider olmağa. O, bu çayı süzən adam olaraq da xoşbəxtdir zaten. O zaman biz niyə bunu təkan verək ki, sən mütləq ən yaxşısı olmalısan, sən mütləq yaxşı olmalısan. Baxın, bizdə çox ciddi şəkildə ixtisaslar hal-hazırda ixtisara gedir. Məhz ona görə ki, hər kəs istəyir ki, uşağı həkim olsun, iqtisadçı olsun, maliyyəçi olsun, bankir olsun və s. Amma bugün siz keyfiyyətli dərziyə həsrətsiz. İçi mən daxil. Mən misal üçün Buzovnada yaşayıram. Mən dərzi işlərim üçün Əhmədliyə gedirəm hər ay. Niyə? Çünki keyfiyyətli və dediyi kimi tikən dərzi tapmaq çox çətindir bugün. Və yaxud da ki, hamı deyir ki, xadimə qədər asan iş var. Xeyr, xadimə işi heç də asan deyil. Bircə gün sizin ofisiniz təmizlənməsin və sizin ofisinizə qonaq gəlsin. Görüm siz utandığınızdan üzr istəyə-istəyə, ayda bugün də xadiməmiz yoxdur falan. Bilirsiniz necə, hər şey bir-birinə o qədər zəncirvari bağlıdır ki. Ona görə də mən inanmıram ki, orada ədalətsizlik olacaq. Ədalətsizlik nədə ola bilər? Deyək ki, müəllimlərin rəftarında necəsə özünü göstərə bilər və yaxud da ki, valideynlərin övladını görməməsində özünü göstərə bilər. Yəni bu necə? Məsəl üçün, bu uşaq dərs oxumaq istəmir ya da deyək ki, bu uşaq riyaziyyatdan çox zəifdir, amma valideyn onu məcbur edir ki, riyaziyyatdan ən yaxşısı olmalısan. Axı bu uşaq ədəbiyyat sevir. Mən burada müəyyən mənada iki fikir bildirmək istəyirəm. Müəyyən mövzuda sizlə həmfikir deyiləm. Məsələn, bildirirsiniz ki, bizə dərzi də lazımdır.
və niyə görə hər kəsi lider eləməliyik? Məncə biz çalışmalıyıq ki, hər kəsi lider eləyək. Məsələn, tutaq ki, İngiltərə nümunəsində və yaxud da Fransa, Almaniya və yaxud da Şimali Avropa nümunəsində orada daha çox baxırsınız ki, o fokusludur, hər kəsi lider eləyiblər və proqram onun üzərində qurulub da. Məsələn, orada dərzi məsələn ingilis deyil şərt olaraq deyirəm, nə bilim, fin deyil və yaxud da İsveçli deyil. Miqrantlar da o digər işləri onlar görür. Bu mənada məncə bizim də hədəfimiz olmalıdır ki, bizim təhsilimiz və iqtisadiyyatımız o yerə çatsın ki, bizdə də hər kəs liderə çevrilsin, o fokusda olmalıyıq. Digər məsələdə təhsilin pullu olmaq məsələsi. Mən yenə bir real bir case bildirmək istəyirəm ki, bu Koreya səfərimdə orada böyük təhsil şirkətlərinin birinin rəhbərinə sual verdim ki, sizin ölkənizin iqtisadi təhsil inkişafının səbəbi nədir? Ümumiyyətlə sizin dövlətinizin təhsilə ayırdığı büdcə nə qədərdir? Yəni dövlət büdcəsindən ayrılan büdcə nə qədərdir? Maraqlısıdır ki, onun verdiyi cavab bizim ölkə büdcəmizin təhsilə ayırdığımız faiz nisbəti qədər deyildi. Düzdür, onların büdcəsi daha çoxdur. Amma o bildirdi ki, təhsil dövlətin və ümumiyyətlə Koreyanın inkişafında, təhsilin inkişafında, elm və texnologiyasının inkişafında burada dövlətin yox, daha çox millətin rolu olubdur. Deyir ki, bir vaxtlar var idi ki, Koreyada insanlar, kəndlilər torpaqlarını satırdılar, inəklərini satırdılar, heyvanlarını satırdılar və uşaqlarını təhsilinə qoydular. Mənə bir mənalı şəkildə bildirdi ki, müasir Koreyanın inkişafının əsas səbəblərindən biri cəmiyyətin, insanların, uşaqlarının təhsilə ayırdığı, yəni pulunun daha çoxunu uşaqlara ayırmasının nəticəsidir. Sonda zarafata belə dedi ki, Koreyalılar xalq olaraq özləri dövlətdən daha çox uşaqlarına pul ayırırlar. Yəni səbəbi budur. Həqiqətən də təhsil elə bir prosesdir ki, zarafat deyil də, 2 milyona yaxın totalda uşağa dövlət təhsil verir və nəzərə alaq ki, biz uzun müddət müharibə şəraitində yaşamışıq. Bizim hərbi büdcəmizin çox həmişə öncəlikdə olması lazım olub. Məsələn, mən Avropa ölkələrinin hərbi büdcələrinə baxmışam. İnanın ki, Şimali Avropa və Şərqi Avropa ölkələrinin ümumilikdə saxladığı hərbiçi sayı bizim dövlətimizin saxladığı hərbiçi sayına bərabərdir. Yəni, bu günlərin tutaq ki, Estoniyanın 15.000 hərbçisi var. Bizdə hərbi xidmətdə təhsil əskər sayı bəlkə də 150.000 nəfərdir. O, oradakı o hərbisinə ayırmadığı pulu, hərbi təhsil əskər deyil də, bunun texnologiyası, silahları və s. var. O ayırır təhsilinə və sosial rifaha. Biz də baxırıq deyirik ki, ayda Latviyada belədir, coğrafiya kaderimizdir. Estoniya belədir. Əslində bizim büdcəmizin daha çox hissəsi təhsilə gedir, müdafiə xərclərinə gedir. İkinci məsələ, hətta Koreyada olsun, tutaq ki, digər ölkələrdə olsun, burada əsas məsələ odur ki, təhsil elə bir məsələdir ki, və auditoriyası o qədər genişdir ki, xalqın özü, cəmiyyətin özü artıq təhsilə pul xərcləməlidir ki, təhsil inkişaf eləsin. Bu dövlət təkcə bunu eləyə bilməz. Mən bu fikirlə sizlə razı deyiləm. Pullu təhsil gələcəyin ən aktual mövzularından biri olacaq. Mən bu fikirlə sizlə razı deyiləm. Belə ki, bizim, mən sizlə razıyam ki, çox ciddi xərclərimiz gedir müdafiə xərclərinə. Amma bizim çox ciddi gəlirimiz də neftdən gəlir. Şərqi Avropa kimi, digər ölkələr kimi başqa alternativ mənbələr deyil. Neft bugün dünyada, dünya iqtisadiyyatını oynadan bir sahədir və biz də neft ölkəsiyik. Yəni, neft ölkəsində biz məncə təhsilə bir gəlib sıxışdırmamalıyıq ki, bəs biz təhsildə büdcə ayıra bilmirik, çünki bizim əsas xərclərimiz müdafiəyə gedir. Mən buna razı deyiləm, amma bayaqki Koreya nümunəsində mən ətrafımda yetəri qədər insan tanıyıram ki, elə məncə sizin özünüz də oradan gələn insanlardansınız ki, ailəniz siz təhsil ala biləsiniz deyə varını yoxunu satıb. Yəni, belə deyək də, bir növ, məncə bizim... Təhsil cəmiyyətin məsələsidir. Eynən, baxın, Azərbaycanda bu yaxınlarda bir sorğu var idi. Azərbaycanda təhsil bilgisi 99%-dir.
Mən bu məlumata şoka düşmüşdüm. Hətta ilk dəfə idi bu məlumatla qarşılaşırdım. Və bu o deməkdir ki, əhalinin 99% yazmağı və oxumağı bacarır. Bu çox ciddi statistikadır. Yəni dünya üzərindən götürsək, bu çox ciddi rəqəmdir. Və bu da məncə onu deyir ki, biz cəmiyyət olaraq, millət olaraq təhsilə nə dərəcədə maraqlıyıq. Amma mənim üçün kökdə dayanan başqa bir şey var. Biz təhsilə ailəmizin istədiyi təhsilə lazımlıyıq. Yəni bugün biz məncə onu düzəltməliyik. Məsəl üçün bugün Tural bəyə maraqlı deyil ki, onun qızı kim olmaq istəyir. Bugün Tural bəy deyir ki, mənim qızım həkim olacaq. Yəni belə olanda da onun baxın elementar statistika aparsaq, ölkədə neçə faiz insan oxuduğu təhsil üzrə işini davam etdirir. Məncə ora baxmalıyıq. Çünki bizim məsələmiz təhsillə bağlı deyil. Bizim məsələmiz övladlarımızı duymaqla bağlıdır. Son olaraq da sözü sizdən alacağam və podkastı yekunlaşdıracağam. Çünki bu mövzu ya başlasaq, növbəti bir saatda davam edəcək. Son olaraq onu bildirmək istəyirəm ki, biz təhsilin inkişafı üçün biz hər sahənin mütəxəssisi təhsil barəsində danışır. Amma inanmaq lazımdır ki, təhsillə bağlı aidiyyatı qurumlar və aidiyyatı şəxslər ən doğrusunu bilir. Məncə inanmaq lazımdır və ən azından inanmaq lazımdır ki, kimsə nələrsə eləmək istəyir. Bunun özü belə gözəldir. Bunu gözəldir və burada son olaraq əsas o kimə ki xitab olunur, kimə ki bu islahatların, bu dəyişikliyin faydası olacaq, o insanlara üzümü tutub deyirəm ki, bu məsələdə siz aktiv olun. Səsinizi çıxarın. Siz aktiv olun. Bu günlərin təxminən 1.700.000 ana və 1.700.000 ata, ölkədə 3 milyondan çox insan hal-hazırki prosesdə aktiv olmalıdır və dəstəkləməlidir. Sadə məntiqlə yanaşsaq, müəllimin 8 saat məktəbdə olması 3 milyon insanın uşağı üçün faydalı bir məsələdir və həmin müəllimlərə də deyilən söz o deyil ki, sən məktəbdə 8 saat qalacaqsan, amma əvvəlki əmək haqqı ilə. Və yaxud da kiməsə demir ki, sən məcbur qalacaqsan. Bu bir mənalı şəkildə könüllüdür. Sadəcə təşviş nəyə əsasdır? Bu prosesdən fürsətə çevirib kiminsə hansısa problemi varsa, bir qisas hissi və digər məsələləri yaradanlar var. Və əlavə olaraq da bu məsələdən təşvişə düşüb narahat olanlar da tutaq ki, müxalif düşüncəli insanlardır. Bunlar da bir fürsət tapıblar. Digər məsələdə isə təşvişin səbəbi odur ki, müəllimlər düşünür ki, bu günlərim könüllüdür bu. Amma könüllü kimi başlayıb sonra məcbur olunacaq. Buna görə də təşvişə düşüb narahatçılıq yaradanlar var. Amma ümumilikdə biz məsələyə biraz bəşəri baxmalıyıq. Öz faydamız yox, cəmiyyətin faydasını düşünməliyik. Əminəm ki, veriləcək bütün qərarlar mütləq şəkildə müsbət, yəni ən azından köhnədəkindən daha yaxşı olacaq. Daha yaxşı olacaq. Bəli. Çox təşəkkür edirəm gəldiyiniz üçün. Çox sağ olun. Bəli, bu fikirlərlə mən də razıyam. Zaten razı olmadığım nüanslarda arqumentlərimi gətirdim. Ümid edirəm ki, podkast sizlər üçün də olduqca maraqlı keçdi. Əgər sizin də bu mövzularla bağlı fikirləriniz, təcrübələriniz və yaxud da arqumentləriniz varsa, rəy bölməsində yazmağı unutmayın. Növbəti mövzumuzun hansı istiqamətdə və spikerimizin kim olması ilə bağlı təkliflərinizi də rəydə bildirə bilərsiniz. Növbəti Ninja Mama podkastlarında görüşənə qədər. Hələlik, özünüzə yaxşı baxın.